Salam, hər vaxtınız xeyir, hörmətli abituriyentlər. Bugün biz 29 mart tarixində keçirilən 11-ci sinif blok imtahanından ədəbiyyat suallarının izahına baxacağıq. Gəlin 61-ci sualla başlayaq. 61-ci sualda Hüseyn Cavidin İblis əsəri ilə bağlı verilmiş cədvəldən fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin deyir. İblis Rənaya atasının qatilinin İbn Yəmin olduğunu deyir. Xeyr, bunu ya Vasif deyir, yəni yanlış. Arif İblisin əlini öpür və onu sahibi kəramət adlandırır. Doğru. Əsər Arifin monoloqu ilə bitir. Yanlışdır, çünki İblisin monoloqu ilə bitir. Real hərb səhnələri ilə müharibə böyük şər kimi verilir. Müharibə məsələsinə toxunulsa da, real hərb səhnələri yanlış fikirdir. Arif haqsızlıqlardan bezib intiqamçı obraza çevrilir. Bu yanlışdır, təhlildə də qeyd olunub. Ona görə də cavabımız olacaq A variantı. Daha sonra keçək 62-ci suala. Sabirin Neylərdin İlahi şeiri ilə bağlı doğru olmayan fikirləri müəyyən edin qeyd olunub. Şeirin bütün beytlərdə bədii sualdan istifadə olunmuşdur. Bəli. Şeirdə kəskin tənqid var. Bəli. Əsərdə məzlumların öz hüququnu müdafiəyə qalxmasına görə sahibkarın hiddətinə tuş gəlməsi fikri əks olunmuşdur. Bu əkinci şeirinə aiddir. Əsərdə tipi öz dilinə danışdırma üsulundan istifadə olunmuşdur. Yanlış fikirdir. Mülkədarın kəndlidən fərqli həyat tərzi məişət əksini tapmışdır. Bu da əkinci şeirinə aiddir. Yanlışı istədiyi üçün 3, 4, 5 doğru cavabımız D variantı olacaq. Növbəti. 63-cü sualda bizə deyir ki, Hüseyn Cavidin ana əsəri ilə bağlı doğru fikri müəyyən edin. Doğru fikir, əsərin sonunda Orxan Qanpoladı xəncərlə öldürür. Xeyr, Murad öldürmüşdü. Sonunda Murad özünü öldürmək istəsə də İsmət ona mane olur. Yanlışdır. İsmət yox, ana mane olur. Müsibət Fəxrəddin əsərindəki Fəxrəddin obrazından fərqli olaraq Qanpolad son nəfəsində Səlimdən intiqam almağı xahiş edir. Xeyr, əksinə. Qanpoladın öləndə nahaq qan tökməməyi vəsiyyət etməsi ədəbiyyatda ilk hadisə deyildi. Bəli, ondan əvvəl Fəxrəddin də bununla bağlı fikir söyləmişdi. Səlma ana oğlunun dostlarının qatili ilə əlbir olmaqda günahlandırır. Yanlışdır, çünki belə bir fikir yoxdur. Doğru cavabı istədiyi üçün D variantı cavabımızdır. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir 64-cü sualımızda. Sabirin əkinçi və Neylərdin İlahi şeirləri qeyd olunub. Şeirdə mülkədar obrazının daxili aləmi öz dili ilə açılır. Bu doğrudur. Mövzusu Azərbaycan həyatı ilə məhdudlaşır. Bu yanlışdır. Mülkədarı qəzəbləndirən məsələ əkinçinin borclarını qaytara bilməməsi və nalə etməsidir. Olar. Gənc nəslin təhsildən uzaq düşdüyü təəssüflə vurğulanır. Belə bir məsələ yoxdur. Mülkədar əkinçinin ömrünü heyvan ömrünə bənzədir. Bəli. Zalimin məzlumun zülmünə dözməsinə etiraz səsi əks olunur. Xeyr. Burada məzlumun zalimin zülmünə olmalı idi, yəni əksinə verilib. Kəndi keçən il borcun əvəzinə yorğanınız vermişdi. Bu ildə mülkədar əkinçinin palazını satmağını istəyir. Bu doğru fikirdir. Əsərdə insan təbiətindəki ətalət, cəhalət tənqid olunur. Doğrudur. Cavab olacaq D. Daha sonra Y variantında isə tərənnüm aparıcıdır. Bilirik ki, satirik şeirlərdə və ictimai mövzulu şeirlərdə tərənnüm olmur. Ona görə də elə bu yanlışdır deyə çıxırıq. 65-ci sualda bizə deyir ki, Qurbanəli bəy hekayəsinə əsasən ardıcılığı müəyyən edin. Burada birinci bizdə başlayacaq. Qurbanəli bəy atının yaşını nişan verir. Daha sonra Naçalnik Qurbanəli bəy fanatik dindar hesab edir. Bəli, içki məsələsində onu fanatik dindar hesab edir. Ağalar və xanımlar yallı gedirlər. Daha sonra bir gəlir. Sonra Qurbanəli bəy Uzundərə çalınmasını istəyir. Yallıdan sonra Uzundərə çalınır. Daha sonra ən sonda isə Qurbanəli bəyin pristavın sağlığına içməsi. Ən sonuncu hadisəmiz isə budur. Cavabımız olacaq 5, 2, 1, 4, 3 Y variantı. 66-cı sualda Süleyman Sani Axundovun Nurəddin hekayəsi ilə bağlı yanlışlıq aradan qalxar deyir. Gülpəri şərh xislətli biri olsa da sonradan səhvini dərk edir. Doğrudur. Divan tərəfindən tutularaq asılır. Bu Əmrəslana aiddir.
Bədxasiyyət və rəhimsizdir. Bu Gülpəriyə aiddir. Nurəddini zəhərləməyi təklif edir. Nurəddini zəhərləməyi təklif edən Əmraslan idi. Bəli. Əsərdə uşaqlığı da təsvir olunub. Bəli. Atasına məktub yazıb qarşılamağını istəsə də məktub atasına çatmamışdı. Bu isə Gülpəridir. Bizim doğru cavabımız burada olacaq 2 və 6. Yəni Y variantı. Daha sonra 67-ci sualda bizə deyir ki, aldanmış kəvakiblə bağlı, Yusif Sərrac surəti ilə bağlı doğru fikir. Yusifi şah seçməkdə məqsəd ulduzlardan gələcək xətanı Yusifdən ötüşəcəyi ilə bağlı idi. Xeyr, bu Şah Abbasdan ötüşməklə bağlı idi. B-də hakimiyyətə gəlməsinin səbəbi Mirzə Sədrəddindən öyrənir. Xeyr, Xacə Mübarəkdən. Taxta çıxdıqdan sonra Mirzə Yəhəyə aid vəzifəni ləğv etdirir. Xeyr, Axund Səmədə aid münəccim başlığı, daha doğrusu Mirzə Sədrəddinə aid yaxud Mövlana Cəmaləddinə aid. 40 yaşında Həmədanda səracıq sənəti öyrənir. Bəli. Bütün olanları Xacə Mübarək ona xəbər verdiyi üçün Xacəni satqın adlandırır. Xeyr, belə bir məqam yoxdur. Daha sonra Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin deyir. Şeir vahidi bənddir. Vaqifin Pər əsəri və Zakirin Badi Səba mənim dərdi dilim əsəridir. Şeir vahidi bənddir. Bu olacaq 3-ə, yəni ortaq cəhət. Vəsf etdiyi qızın ünsiyyət gözəlliyini də yüksək dəyərləndirir. Bu olacaq birinciyə aid, yəni 2 bura aiddir. Qoşma janrındadır, ortaq cəhətdir. 3. Daha sonra lirik qəhrəmanın ah naləsi göylərə qalxır. Bu olacaq 2-yə aid. Nigarançılıq və narahat hissi, bu da olacaq yenə 2-ciyə aid. Doğru cavabımız olacaq 1-ciyə 2, 3-cüyə 1-lə 3, 2-ciyə də 4 və 5, C variantı. Növbəti 69-cu sualda Səsli qız poeması ilə bağlı yanlış fikir istəyir. Baxaq. Tacirlər, şeyxlər məğlub hökmdarı yaltaqlanaraq satqınlıq nümayiş edirlər. Burada məğlub yox, qalib şah olmalı idi. Bir yanlışdır. Yəni götürə bilərik. Məğlub hökmdar zəhərləndirilərək öldürülür. Burada qalib hökmdar olmalı idi. Yəni bunu da götürəcəyik, çünki yanlış fikirdir. Qalib hökmdar insanları bayram etməyə məcbur edir. Bu doğru fikirdir. Ona görə çıxırıq. Varlıq təbəqənin nümayəndələri işğalçı hökmdarın siyasətinə boyun əyirlər. Bəli. Çıxırıq. Baskıda məruz qalan ölkə xərac verəcəyi təqdirdə əhaliyə toxunulmayacağı qeyd olunur. Xeyr, bu məsələ əsərdə öz əksini tapmayıb, götürəcəyik. 1, 2 və 5 doğru cavab D variantı. 70-ci sualda. Hansı fikirlər klasteri tamamlaya bilər? Almas İldırımın Əsir Azərbaycanım şeiri ilə bağlıdır. Doğma Bakını unutmamışdı. Doğru fikirdir. Yəni bizə də doğru fikirlər lazımdır. Vətəni ana kimi müqəddəs sayır və onu övlad hesab edir. Bəli. Doğru fikirdə əsərdə qeyd olunub. Vətəninin keçmiş müstəqil günlərini niski ilə xatırlayır. Bu elə bir fikir yoxdur. Keçmiş müstəqil günlərini, müstəqil sözü yoxdur. Vətən müqəddəs yerə bənzədir. Bəli, Kəbəyə. Azərbaycan dili məsələsinə toxunur. Dilimizin tərənnümü əsas diqqət çəkən məqamlardan biridir. Belə bir məsələ yoxdur, dil məsələsi. Bakının neft qoxusu qürbətdə olan müəllifə gül qoxusu kimi gəlir. Bəli. Əsərdə bəzi coğrafi obyektlərin adı da çəkilmişdi. Bəli. Mil, Muğan və s. Doğru cavabımız olacaq 1, 3, 5, 6 A variantı. Keçək növbəti sualımıza. Qaranquş və yağış yağarkən əsərlərlə bağlı ortaq fikir istəyir. Şeirdə təsvir olunan yeganə təbiət hadisəsi yağışdır. Xeyr, ildırımda var. Vətənpərvərlik bu əsərdə yoxdur. Təbiət mövzusu, bəli, hər ikisi təbiətdir. Vətənsiz adam qanadsız quş kimidir. Bunu biz yağış yağarkən aid eləyə bilərik. Təsvir olunur ki, ana məhəbbəti digər canlılara da xasdır. Bu da yağış yağarkən əsərinə aiddir. Doğru cavabımız olacaq 71-də C. 72. Şəhriyarın Heydər Babaya Salam əsərinin forma xüsusiyyətlərinə aid. Burada diqqət edirik. Forma ilə bağlı fikirlər seçməliyik. Etnoqrafik psixoloji anların təsviri verilib, amma məzmun xüsusiyyətidir.
Altılıq şəklində deyil əsər. 2-ni çıxırıq. 5-likdir. Qafiyə quruluşu müxəmməslə eynidir. Bu da səhvdir. Qafiyə quruluşu müxəmməslə eyni deyil. Misra daxili bölgüsü 4-4-3 şəklindədir. Bəli. Vahid sujet xətti yoxdur. 4-5 doğrudur. 4-5. Sürgün illərin ağır hadisə əsərdə öz əksini tapmamışdı. Ümumiyyətlə, sürgün illərindən danışırsa, bu məzmun xüsusiyyətidir. Ona görə də götürmürük. 6-nı çıxırıq. Cavab olur B variantı. Keçək növbəti sualı. Cədvələ əsasən uyğunsuzluq istənilir bizdən. Cənubi Azərbaycanla bağlı siyasi məsələlər də toxunmuşdu. Bu doğrudur. Ana dərdini gizlədir, övladına gülmək öyrədir. Bu şeirdə deyil. Əsərdə Təbrizdə yaşayan şairlərin Şimali Azərbaycan həsrəti. Belə bir şey yoxdur. Şair dünyasının dəyişən anlara cənnət arzulayır. Belə bir məsələ yoxdur. Lirik növdə heca vəznindədir. Bəli, hər ikisi lirikdir və heca vəznindədir. Ona görə də bizim 73-də cavabımız olacaq. 2, 3, 4. Yəni A variantı. Keçək növbəti sualımıza. Azad əsər ilə bağlı klasteri tamamlayın deyir. Fərda Zəncana yaralanması anasına çatdırır. Belə bir məsələ yoxdur. Anasına çatdırmır. Əsər onun dilindən nağıl olunur. Əsər Fərdanın dilindəndir. Fədai dəstəsinin qəhrəman başçısıdır. Bəli. Uşaqlıqda sakit və lal dinməzliyi ilə seçilirdi. Bəli. Dostunun şikayətinə ona görə cavab vermir ki, ustasının eşidəcəyindən narahat olur. Xeyr. Tək özünü yox, bütün soydaşlarını düşünür. Bəli. Ona görə də doğru cavab 3, 4, 5. 75. İbrahimovun gələcək gün surətlərinin nitqi ilə bağlı fikirlərdən doğrunu istəyir. Bu uşaqdan bir şey çıxacaq. Bunun qabağına yazıb müəllim. Xeyr, bunu Firudun atası deyirdi. Çıxdıq. Qəssab ala niyə durmursan? Mənim ölümdür ki, istəmirsən. Götür baltanı, çırp bura. Bunu Musa dayı yox, Həsən alı deyirdi. 5-də biri sizindir, 4-ü mənim. Vəssalam. Hikmət İsfahani. Bəli. Bunu götürəcəyik. Mən Vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi. Buğda üstünə yıxıldım. Dəc pozuldu. Bunu Musa yox, Firudun deyir. Ona görə çıxırıq. Kənddən qaçmaq lazımdır, dedi. Burada dərddən, qüssədən başqa bir şey yoxdur. Bunu Həsənalı yox, Firudun deyir. Ona görə bu variantda çıxırıq. Daha sonra 76-da deyir ki, xanaların heç birinə yazıla bilməz. Xalqa görə özünü də unudur. Bu, Oqtaya aid bir fikirdir. Kasıblıqdan xilas olma şansı olsa da bundan istifadə etmir. Bu, yenə Oqtaya aiddir. Arzudur ki, öz dillərində də belə bir teatr olsun. Bu, Firəngizdir. Ona görə elə budur. Səməd Oqtayın Krımlı yoldaşından öyrəndiyi məlumatları çatdırır. Bunu Xaspolat deyir. Tamaraya tamaşada oynamaq üçün yalvarır. Bu da Xaspolatdır. Doğru cavab C. Növbəti. 77-ci sualda bizə deyir ki, Vaqif dramına əsasən səbəb-nəticə cədvəlindən doğru olanı seçin. Vaqif vəzifəpərəst idi. Buna görə də sarayı tərk etmir. Xeyr, bu doğru deyil. Ümumiyyətlə vəzifəpərəst deyil. Vaqif Eldarın dəstəsinin gələcəyini bilirdi və Vaqif Qacardan ehtiyat etmirdi. Doğru deyil. Yəni Eldarın gələcəyi üçün bəli göndərmişdik ki, Eldar gəlsin, amma ehtiyat etmir məsələsi səbəb-nəticə əlaqəsinə görə uyğunluq deyil. Vaqiflə şeyxin arasında mübahisə yaranır. Vaqif şeyxə doğru söz eşidəndə qulağınıza pambıq tıxanacağını deyir. Daha sonra şeyxin Vaqifin vəzifəsinə gözü var idi. Vaqif həbs olunduqdan sonra yerinə şeyx keçir. Elə bir məsələ yoxdur ki, həbs olunandan sonra şeyx keçsin yerinə. İbrahim xan Dağıstana qaçır, Eldar onu cəzalandırmaq öhdəsinə götürür. Belə bir məsələ də yoxdur. Burada doğru cavab olacaq C. Vaqiflə şeyx arasında mübahisə yaranır və mübahisə nəticəsində deyir ki, doğru sözü eşidəndə qulağınıza pambıq tıxanır. Doğru cavabımız olacaq C. Əsərdə də əksini tapıb. Daha sonra açıq kitab əsərlə bağlı fikirlərdən doğru yanlış. Yəni 4-ü yanlış, biri doğrudursa onu götürəcəyik. Oğlunun ağsız gəlişi Sadıq kişini təəccübləndirmir, yanlışdır.
Verdiyev mənsəb cəhənnəmin təkində də olsa enməyi bacar. Bunu Gəldiyev deyir, yanlış. Səttarzadə Vahidi himayəyə götürür, onun instituta geri dönməyində əməyi olur. Bu doğrudur. Əsərin mövzusu keçən əsrin 40-cı illəri yox, 30-cu illəridir. Yanlışdır. Təhlildə qeyd olunub. Gəldiyevin layihəsini gözdən keçirən Poladov onu qüsurlu hesab edir. Burada Poladov nəzərdən keçirə bilmir, Vəzirbəyliyə göndərir. Vəzirbəyli deyirdi. Bu da yanlış. Doğru cavabımız olacaq C. Növbəti. Mircəlalın Vətən yaraları əsəri ilə bağlı uyğunluq istəyir. Hadisəni nəql edən onu cəbhədən tanıyır. Nəsrəddin onun sinif yoldaşı Lətifi cəbhədən tanımışdı. Bir yanlış. Əsgər onlara gedib anasının yanında qalmağı və tarını bağrına basmağı tapşırır. Bunu Nəsrəddin deyir. Anasını oxşamır, baş aşağı üzü yolu oğlandı. Anasını oxşamır. Doğrudur. Əsgərin məktəb yoldaşı eyni zamanda komandirin köməkçisi idi. Bu Nəsrəddindir. Yaralandıqdan sonra sağalmaqlarına ümid yox idi. Yanlışdır. İkisinə də aid bir fikir deyil. Əsgərin onlarla bağlı xatirələrinə yer verilmişdi. Doğrudur. Ona görə də bizim doğru cavabımız burada olacaq. A variantı 2, 3, 6. Növbəti sualımız. Qızılgül olmayaydı poemasına əsasən klasteri tamamlayın. Yəni doğru fikirlər. Totalitar rejimin qeyri-insani siyasəti ifşa olunmuşdu. Doğrudur. Əsərdə Dilbər və Müşfiq obrazına geniş yer verilmişdi. Əsərdə Müşfiq və Dilbərin obrazına geniş yer verilməyib. Dilbərin taleyi o dövrdə minlərlə ziyalının yaradıcı insan həyat yoldaşının taleyi idi. Bəli. Müşfiq obrazı müəllifin dilə gətirdiyi xatirələr əsasında canlanır. Bəli, xatirələrdə var yalnız. Ona görə geniş deyil. Əsər Müşfiqlə Dilbərin tanışlığı ilə başlayır. Yanlışdır. Dilbərin gəlişi ilə başlayır. Əsərdə təsvir olunur ki, Müşfiq həmişə səbirlidir, heç vaxt təmkinini pozmur. Xeyr, əksinə təsvir olunur. Əsərdə Müşfiq nimdaş paltoda, gözləri quyuya düşmüş kimi təsvir olunur. Bu, Dilbərə aid bir xüsusiyyətdir. Ona görə də doğru cavabımız olacaq 2-3 B variantı. 82. Dərs əsərinə əsasən uyğunluq. Gülzar müəllim bu məsələyə BMT-də baxmaq lazım olduğunu deyir. Bunu xeyr. Onu deməli BMT-də baxmaq lazım olduğunu məqsədin atası deyir. Yəni yanlışdır. Davamiyyət tələb edən direktor bəzi məsələlərdə özünü təqsirkar bilir. Bəli, doğrudur. Özü rəyində elə düşünür. Hadisələr baş verən zaman atışma davam edir. Bəli, bəzi yerlərdə qalmışdı. Əsər Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmayıb, real döyüş səhnələrinə yer verilmişdi. Burada real müharibə səhnələrinə yer verilməyib. Yanlışdır. Ona görə də bizim doğru cavabımız olacaq Y, D, D, Y, yəni Y variantı. Keçək növbəti sualımıza. Növbəti sualda deyir ki, Zeynalabdin əsəri ilə bağlıdır. Bizə doğru fikir istəyir. Qız məktəbi açarkən 2-ci Nikolaydan icazə almağı bacarır. Xeyr, Aleksandrdan icazə alır. Ona görə də bu yanlış fikirdir. Üzr istəyirəm, əksinə 3-cü Aleksandr icazə vermir, 2-ci Nikolaydan icazə almağı bacarır. Yəni bir doğru fikirdir. Atasının davamçısı olduğu üçün özünü xoşbəxt hesab edir. Xeyr, atasının davamçısı olmur. Müəyyən yaşa qədər fəhlə kimi çalışır. Qız məktəbini açdıqdan sonra yerli baskılara məruz qalmır. Xeyr, əksinə qalır. Borc tapa bilmək üçün şərikinin haqqını verə bilmir. Yanlış fikirdir, verə bilir. Zəhər hekayəsində olduğu kimi burada da şifahi xalq ədəbiyyatı nümunəsinə yer verilmişdi. Bəli, şifahi xalq ədəbiyyatı nümunəsi kimi bir şeir parçası da verilib. Ona görə 5 də doğrudur. Hər ikisində yer verilmişdi. Yəni hər ikisində nəzm parçasından istifadə olunmuşdu. Doğru cavabımız olacaq 1 və 5. Keçək növbəti sualımıza. Növbəti sualda bizə deyir ki, Talvar əsəri ilə bağlı doğru, Zəhər hekayəsi ilə bağlı yanlış. Əliabbas kişinin yalnız böyük oğlu müharibədə iştirak etmişdi. Xeyr, hər ikisi iştirak edib. Ağamuxtar artıq neçənci dəfə fikirləşirdi ki, atası yaman qocalıb. Bəli. Yanlış fikirdən. Mirqasım kişi Meşənin sualtalında qalmasından narazı idi. Çünki onun kürəkəni safxoz direktoru idi. Bu safxoz direktoru Daşdəmirin idi. Sonda xeyirxah oğlanın köməyi ilə ürgəyə süd içirirlər. Xeyir. Hər ikisi üçün doğru fikir. Həyat hadisələrinin inkişafında təhkiyə aparıcıdır. Hər ikisi üçün doğru fikirdir bu, bəli.
Ona görə də doğrudan doğru 2, yanlışdan 3, 4. Yenə hər ikisinə doğru fikir. 5 doğru cavabımızdır. 2, 3, 4, 5. Növbəti sualımız. Anların Keçən ilin son gecəsi pyesində övlad ömrü valideyn ömrünün davamıdır fikri aşılanır. Yəni doğru fikirdir. Götürəcəyik. 2. Həmidə xanım uşaqlarına razı deyildi və övladları onu tək buraxdığı üçün onlardan inciyir. Bu yanlış fikirdir. Eynəkli kişiyə aid ola bilər, razı olmamaq. Dilarə çox sevdiyi sənətinə ailəsinə qurban verir. Xeyr, Həmidə xanım verir. Qəzənfər kişi övlad valideyn münasibətlərində borc duyğusundan daha yüksək olması fikrini söylüyor. Bəli. Qəzənfər kişi səs yazısında bildirdi ki, ən böyük istəyin övladlarının yaxşı təhsil alması idi. Xeyr, övladlarının təhsilindən o qədər də danışmır. Əsas onların yaxşı insan kimi böyüməsi idi. Doğru cavabımız olacaq burada da 1 və 4. 86. Natavanın Knyaz Xasaydan ayrılandan sonra Canişinə bütün mülklərin qaytarılmasını tələb edir. Bu əvvəldir. Ona görə keçək növbəti. Aleksandr Dumanın Azərbaycan musiqisinə heyran olduğunu söylüyor. Bu da əvvəldədir. Ona görə çıxırıq. Məlik Güldövlənin qab dibi qalayı yalayan nökər adlandırması. Bəli, ondan sonradır. 7-ci şəkil olmalıdır. Fərəc bəy şillə vurur. Bəli, sonlardadır. Canişinə bildirir ki, biz öz qan qardaşlarımızla birləşmək istəyirik. Bunda Seyid Hüseynini aparandan sonra Canişinlə görüşür və onu da deyir. Doğrudur. 3, 4, 5 doğru cavabımızdır. 86-da Çingiz Aytmatovun Gün var əsrə bərabər əsərinə aid doğru olmayan fikirləri istəyir. Yedigey milli mənlik şüurundan məhrumdur. Yedigey milli mənlik şüurundan məhrumdur. Bu təbii ki, yanlış fikirdir. Ona görə də biri götürəcəyik. Yedigey dedik. Tansıkbəyov Yedigey və onunla gələnləri kənar adamlar adlandırır. Bəli. Tansıkbəyov həmvətənləri onunla rusca danışmağı tələb edir. Bəli. Sabitcan işi olduğu üçün Qazanqapının dəfnində iştirak edə bilmir. Yanlışdır, götürürük. Yedigeyin qarşılaşdığı manqurtlar onun insanlığa inamını sarsıda bilməmişdi. Bəli, bu da doğrudur. Təhlildə var. 87-ci sualda keçək. 87-də deyir ki, qoca və dəniz əsərinə əsasən uyğunluğu müəyyən edin. Qoca tutduğu balığa hücum edən ilk köpək balığını öldürür. Bu əməli olar. 1-ə gedəcək A. Qoca axırıncı balıq oğuz səfərindən kiçik dostuna çox da uzağa getməyəcəyini deyir. Əksinə deyir, uzaqlara gedəcəm. Ümumiyyətlə, heç birinə aid deyil. Qoca düşündüyü şeyləri dilə gətirirdi ki, həyata keçsin. Xeyr, əksinə dilə gətirmirdi ki, birdən həyata keçməz. Sadə baş aşağı, təmiz ürəkli və təvazökar adam idi. Bəli, D variantı. Bu gündür 85-ci gündür. Mütləq balıq tutacağam. Bu da nitqidir. Ona görə də A, Y, D cavabımızdır. Daha sonra situasiyada Şəhidlər və Səsli qız əsərlərinin müqayisəsidir. Hər ikisi vətən uğrunda mübarizə, bu mübarizədə insanların fəaliyyəti, öz vətənlərini qoruması kimi məsələlər öz əksini tapır. Daha sonra şəhidlərdə deyə bilərik ki, tarixi hadisələrdir. Əsasən əksinə ikisinə də tarixi hadisələrə yer verilib. Şəhidlər haqqında deyə bilərik ki, müəyyən hissələrə bölünür, lirik poemadır. Sonra şəhidlərdə deyə bilərik ki, müəllif inanır ki, şəhidlərin qanı yerdə qalmayacaq. Həmin igidlər, xalqın igid övladları da mübarizəni davam etdirəcəklər. Əsərdə real mübarizə səhnələri əks olunubdur. Məğlub qalib hökmdarlardan danışır. Daha sonra Saranın qalib hökmdarın içkisinə zəhər qatmasından danışılır. Bu kimi məsələləri yaza bilərsiniz. Daha sonra 89. Əsas problem burada müharibə və onun gətirdiyi bəlalardır. Bunu elə əsər boyu görürük verilən həmin parçada. Vay səsi susturulur, əmr edilir toy səsi, haqqı yoxdur, kimsənin ki söz desin, nəsə dərd açsın və s. bu kimi məsələlərlə yaza bilərdiniz, doldura bilərdiniz cədvəli. 90-cı sualda isə aid olduğu janr və onun xüsusiyyətləri, bir tərəfdə isə bədii təsvir ifadə vasitələri. Əsərin aid olduğu janr məlumdur ki, poema janrındadır. Poemanın xüsusiyyətlərini yaza bilərsiniz ki, təhkiyə aparıcıdır, nəzmlə yazılır və s. İfadə olunan bədii təsvir ifadə vasitələri kimi deyə bilərik ki,
Məsələn, epiteta aid hıçqırıqlı diyar. Təzad əsər boyu davam edir. Məsələn, yaza bilərsiniz gülmək, ağlamaq. Əlavə də nə yazsaz, bədii təsvir ifadə vasitələrinin əsərlərdə o əsərdə öz əksini tapan doğru cavab kimi götürüləcək. Bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Hər birinizə uğurlar arzu edirəm.